Salam millət, hər vaxtınız xeyir. Yeni vloguma xoş gəlmisiniz. Bugün Drive Show tədbirinin 5-ci bölümündəyik. Bu səfər demək olar ki, tədbirlər arasında ən çox drift car olan tədbirlərdən biridir. Hal-hazırda trekdəyik. Mən biraz gecikmişəm. Gecikdiyimə baxmayaraq starta hələ başlamayıblar. Açılışlar oldu. Onlardan videolar çəkmişəm. Montajlayanda ora qoyacağam. Çox maraqlı tədbir olacaq. Yəni gələn insanlardan, gələn qonaqlardan, hazırlanan proseslərdən bunu başa düşmək olur ki, ölkəyə səs salacaq 5-ci bölüm Drift Show festivalı, Drive Show'un Drift Show festivalı olacaq. Başlayaq. Görək başımıza nə iş gəlir. Məncə çox maraqlı olacaq. Siz də izləyin. Bu anı qaçırtmağa dəyməz. Gəlməyənlərə deyə bilərəm ki, çox şey itirdilər.
deyəsən solasaydı, hə?
İşarət cütlüklərin bu dəqiqə başlayırlar, start xəttindədirlər. İkili sürüş olacaq. Rəhmən Şuxaliyevlə Elvin 023. Amma yox, dəyişiklik olduğuna görə. Rauf Bediyevlə sürəcək. Olsun, bu da var. Keçək arxa hissəyə. Maksimum toz torpaq olmuşuq. Ömər yanmaqdan qorxur. Bir də düyməyə basır da, təkcə bir də düyməyə basır ki, o düyməyə bassın. Mən bunu həmişə demişəm. Mikrofon da deyil. Hə, mikrofonsuzdur. Yaxşı dostlar. Evet, yandım işləyir. Şey su içməyə. Hoşun aparat toz içində. Dön aparatdan dön, şimdi aparat toz içində. Sən nə? Mən pis gündəyim. Sana nə? Aralar qapını qara. Açın qapıyı, Veysel Efendi gələcək. Evet dostlar, bugün maraqlı kadrlar üçün bölüşəcəyik. Bəzi insanlardan da dünya sözlərini alacağıq. Hoşun belə. Sağ olun. Özü təqdim etsən kimsən var bir şey? Revz. Instagramda Revz var, oradan bir C60, M5 atmışız. Mən M5 zaten belə şeylər. Ruski star. Şimdi Amerika. maraqlı gün keçir, hələ ki. Hələ saatlar var. Çıxdım trekdən, toz torpağın içindəyim töv. Həm toz, həm təkər yanığı. Gəlmişəm bura, belə şeylər var. Vəlinin Vegası buradadır, dəli bir şeydir. Paylaşanda bu garajda çox görmürsünüz. Garaj videolarından tanıyırsınız. E46 GTR paketdə yenə də görmürsünüz. Yenə də kameranı səhvləmişəm. Nismo paket. Ha bak, var burada belə. Bunları da keçən səfər çəkmişəm. Evolution'dır. Mind Green var. Mia'nın Subaru'su var.
belə xırda yaxınlaşacağam hamısına. Bu məncə çəkməyə dəyər. Cavidən yenə öz ampulasından qalmır geriyə. Gedək görək tanıdıqlarımızdan kimlər var. Buranı da göstərim, qaydacam yenə. Bura geri dönüşümüz olacaq. Burada Hüseyni görürəm. Hüseyindir, Dəli 60'ı buradadır. Yalansa 60. M5. Bura gələnə qədər elə bir an pasatqalı məndədir. Bunların içində saxlamışam, elə bir stop var. Heyif, həvəsin qalıb yarım sıfır. Geber dağlayacam. Qalaqramları göz oxşuyur. Tərtəmiz qalaqramın üstü. Özüm eləmişəm günün altında. Polirovkasını kim eləyibsə güclü olub. Psixolojik paylaşlarına nə eləmişəm eləmişəm. Qəşəng. Gözəl. Günün altında eləmişəm ona görə. Olsun. Bir dənə də bas, elə belə çəkim sakitçilikdir. Hüseyni də yığıb öz üçün. Gözəldir. 60'dı da. 60'dı da, yalancı M5. Yalancı M5. Hüseynlə çıxmışıq gəzintiyə. Trekdə yenə Elvinin səsi duyulur. Ərazini fırlandırıq, maraqlı nə varsa, nə maraqlı mövqedə bir şey tuta biləcəksə hamısını çəkib göstərəcəm. Biraz durğunluq yaşanıb çünki istidir, gün vurur, gün yandırır bizi bir sözlə. Bu hissəni göstərməliyəm mütləq. Mənim ən sevdiyim rəng, ən favori görüntünü hiss elədiyim yer. Görüntü deyəndə ağla qırmızı maşın gəlməlidir mütləq. Proyekt isə ən azından hər kəsin həyatda bir ilk. Bura mənim festivalda, şovkarların içində ən sevdiyim hissədir. Çünki bir qırmızı sevdalısı olaraq mən gözümü çəkə bilmirəm. Yəni bunlardan necə göz çəkmək olar? Bu maşını da çox bəyənirəm. Qardaşı tanıyıram. Çox əziyyətlə, çox həvəslə istədiklərini əldə edən adamdır. Görüntü deyirəm, görüntü. Keçək növbəti hissəyə. Belə bir 36 var. Gözəldir. Y46 LCI. Bunun videosu var. Bunun daxilində oturmuşam, testində olmuşam. Mükəmməl bir torku var. Sonra belə bir gözəllik. Dənizin Y34'ü var burada. Sonra əvvəl Kamranın sürdüyü 34'dü bu. Bu da gözəldir. Favorit 34'lerimdən biridir bu da. Təbii ki Mercedes'in olmazsa olmazı 124 ama bir nüans var burada. Kupedir. Kupe olmağa ayrı bir həvəs qatır maşına, ayrı bir görüntü qatır. Sonra burada texniki maşınlar var. Keçim digər hissəyə. Karobkası dağıldı. Düşəndə karobka alarsan. Maraqlı maşındır ya. Hızdan qəşə diskini dəyişsə. Qəşəng əl gəzdirilməyini istəyir bu maşın. Oy yandım.
Fəxri hal-hazırda trekdədir. Mən trekə deyəsən keçə bilməyəcəm. Çünki buradan keçid eləmək olmur. Göstərəcəm sizə qarşı hissədən. Yəqin ki, təkər qızdırır. Hüseyin istidir. Dəhşət isti var. Olmasa 40 dərəcə isti var. Qolum yanır. Keçək qırağa. Görə başqa nə maraqlı mövzular var. Festival elə bir şeydir ki, şovkarların əksəriyyəti tanış maşınlardır. Görə istəyirəm hər dəfəsində daha fərqli görüntülərdə bir şeylər çəkim. Bura çox qarışıqlıqdır. Səsdən, küydən içmişdim. Oğlunun yeni maşını, bayağı Ömer sürən. Ay doğru. Nətəsən? Xeyir olsun. Yaşayın. 34'dan tanıdığımız Toğrul'du. 540 Impratex sürən. Nissan'ın 4-cü seriyası. Aziyalov göstərməliyəm. F30. Təbii ki, şov üçündür bu, sürülmür. Magistrala belə çıxışı yoxdur. Yəni çıxmır. Qırmızı görürsünüz də, qırağa çıxan kimi digər rənglərdən seçilir. Bunun özdə bir mədəniyyətdir. Aziyalovun da öz sevənləri var. Mən stokdan, flash fitmentdən, minus razbaldan davam. Özəvlər müxtəlif bilirlər. Belə bir mizma var. Başqa, rəng daha başqa, yəni bu rəngi qorumaq daha başqa fərqlilikdir. Çünki bilmirəm, bilirsiniz ya yox, Kendredi qorumaq, Kendredi saxlamaq dəhşət başqa mövzudur. Bilmirəm, kamerada görsəniz ya yox, rəngin özünün daxilində tonaj fərqləri var. Yəni, Kendi öz sözünü deyir, Kendi fərqliliyi ortada görsənir. Amma bu rəngi saxlamaq bir usta kimi deyərdim ki, çox çətindir və çox bahalı prosesdir. Y46 GTR super, prosta super. Yəni bu görüntüsü səviyyədir. Qırmızı olmağı yenə də, hətta çölü yox, içinin də qırmızı olmağı, ruluna qədər qırmızı olmağı, karbon elementlərinin qırmızı olmağı, bunun özdə bir aura qatır maşına. Bəlkə də ola bilər ki, mən qırmızını biraz abardıram və yaxud da qırmızıya daha çox meyilli görüntülər çəkib təqdim edirəm, amma bu istəklərimə görədir, belə deyim. Keçək, görək başqa nə var? Nəzim yoxdur. İstidir, sərinliyirik. Elvin içəridə trekdədir. Hər yerdə öz işlədiyim bir maşınlardan, motosikletlərdən görürəm də. Nəzəbsə elçin yoxdur.
Ver biraz ver xod ver. Pişdik. Dəyişət istidir. Hüseyin istidən balacalaşıb. Daralıb yığılıb. Etibar da qaqamızdır ya. Çox sağ ol Murat Baral. İsti o qədər güclüdür ki. Söz gəlmir ağlıma nəsə deməyə. Sadəcə maşınları göstərirəm. Amma düzəldəcəm bunlarda, hamısının sırası vaxtı var. İstidir, dincəldik biraz. Hal-hazırda Time Attack-a çıxacaq maşınlar düzülüb. Göstərim sizə. Belə vəziyyətdə. Bir də bu maşın çıxacaq. Həmi qaz ver də baxaq. Sağ ol. Mən axtardığımı tapmışam. Ömər Baby Drive. Bu iş 2 oldu ya. Uşaqlar, mən bu maşını sevirəm. Orijinal 3.6 body kitdə. Monobloklar üzərində. Yəni deyə bilərəm ki, xəyaldır. İnanıram ki, bu yaxınlarda da gerçək olacaq. 3.6. Yəni görüntü budur. Buradan da videonu izləyirsə Fərid 404-ə respekt. Bu və o maşın. Bunlar başqa mövzular. O da metalikli W202 kuzovdu, amma Charlotte da bodydədir, sadədə. Amma 3.6 danışır. 3.6-dan gözümü çəkə bilmirəm. Uşaqlar, Çeşka sevdam, W202 sevdam bitmir. Sport Pirbor tam dolu olmasa da bunların hamısı öz yerindədir, qaydasında. Koja salon kulturlu proyekti, yəni bir Mercedes sürənin ən ideal sport göstərə biləcəyi bir maşındır bu. Kondisioner də öz qaydasındadır. İstəyərdik ki, bura klimat kontrol olsun, amma eyb yox. Belə də öz klassikasını qoruyub saxlayır. Qatlanan güzgülər yenə də könül istəyərdi ki, yuku da olsun. Amma olar. Bu da öz qaydasında fitment sayağı duruşu var. Gözəldir. Mən bəyənirəm. Çeşka sevdamız, W202 sevdamız, plus da Z36 sevdamız heç bitmir də. Çox qərarsız qalmışam bu arada. İki maşın seçimində qalmışam. Ya 34 ya da Z36 W202 kuza. Gəldik, qayıtdıq başa. Hüseyin yanıb bitir, əriyir ucu. Hüseyindən əlamət qalmayıb. Gözəlliklərə baxın, qardaş. C36'da qalıb ya gözüm. Səviyyədir. Ha, buna baxın. Burada yeri oturmuş belə reklamlar. Burada yeri oturmuş belə kabriyolar var. F30 var. Gözəldir, qulağımız batdı. Hər yan bir moment deyə hamısını çəkmək olmur anidən. Qaçırdıram nələrisə.
Lider disklər, vişnə, peradok. Gözəl. Səncə neçə saniyə? 45. 45 gəlməz. Nə gec gələcək? Bilmirəm. 45 gəlməz. Tamam, bunu çək görək. Pis getdi ya. 40 saniyə gözləyirəm. Saniyə hardadır? Mən də tapa bilmirəm oradadır. Təxminən 40 saniyə gözləyirəm. Saniyəsi hardadır? Buradan başladı. ...39 saniyənin rekordçusu Ferrari. Səhv eləmirəmsə bu rekordu təzələyən yoxdur. Qardaş təzələdi. Məncə inə belə təzələmək çətin olacaq. Oturduğumuz yerdə kadr. Sen gördün. Ay o çeşit. Mən dəydim. Nasıl tutardı yazık. O qəşəng tuning. Ömər yenə öz ampulasındadır. Öz bildiyindən qalmır hə sürəcək. Yenə tapıb material özünə. Materiallar ən güclü. El ölməyək bura. El ölməyək. Ömər tapşırıb ki, kadr götür. Bu hikmət açıqdır. Sən nə düşdün? Düşməli. Sür bura, sür. Ay belə cüzü tatlıcarın tatardı. Təmiz Revzo Drift. Bir dənə havalı bir dənə. Yıl atacağım. Gəl. Kamera kirmişdi daldan. Bura, skuter taksi üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Taksi bırak, buyura bilərsin. Buyura bilərsiniz. Taksi kinosunda skuter var Hə, Biz ondan da. dedi və getdi. Sənət qaz. Hal-hazırda möhtəşəmliyin yanındayam. Mən sevirəm də bu maşını. Çox maşın görmüşəm, amma görüntü, necə deyim, xətlər, aerodinamika, hər şey qaydasında olan bir maşın düşünün. Lamborghini Huracan. Bu maşında nə desən var da, yəni. Disklər, əyləc bəndləri, hamısı səviyyə. Qəlbimi qoyuram bu maşına. Aha. Moto gələn kimi qardaş. Promoy qaçılar motosikletə, bu türklər motosiklet sevdasını edir. Bax, qalıb burada gözəlliklə. Deyin də. Amma çox qəşəngdir axı. Mən birini işləmişdim. Göstərim. Mən işlədiyim budur. Qiyasın motosu. Uşağı necə işləyibsə parlaqlığı hələ də üstündədir. Bunun burada gizli düyməsi var, baxın. Yəni o hər adam görməyib. Onu görmək üçün
detallı prosedur icra eləmək lazımdır maşının üstündə, motosiklın üstündə. Nə bilim. Yəni burada ola bilər bundan güclülər olsun, ola bilər bundan daha segment olaraq yuxarılar olsun, amma bu favoritdir, nə yalan deyim. Bəs siz 36 seçimində mavini seçərsiniz yoxsa qırmızını? Əlbəttə ki, qırmızını. Çünki qırmızı maviyə baxanda daha gözə girir. Bu mənim şəxsi fikrimdir. Ömər bu gün and içib ki, nə qədər dost tanış var, hamısının maşını sürəcək. Özdə avtomat yox, mexanika. Mexanik Biraz qosaq. Bir dənə skor çəkim. Baba. Bir. O, bir. Bəzi insanlar kimi bir. Bir. Burada bir dənə qara fon. Allah nə var? Heç qalır. Ay, bunu kim bu axı sərsən can? Gələn daha heç şey getmir. Çıxmır trekdən. Gözəl lafı. Oy. Eşitdin. Eşitdin Sən bütün senzura, argo heç sən maraqlandırmır da. Sən nə gəldi? Mən tədbir maraqlı idi. İndi mənim istirahət vaxtımdır qardaş. Aha. Zaman İndi istirahət edirik. istirahət edirik. Aa, mikrofonu qoşmamışam. Mikrofonu qoşum. Mikrofonu da qoşum, sənin səsini götürüm. Elə belə yaxşı ki, sizin də səsi ilə. Və mən hələ də heç buradan sənin almamışam. Eləmə. Lazımdır sənə. Gördün, lazımdır sən mənim telefonumun ekransında. Ömər, zəifsən Ömər. Kimi? Zəifsən Ömər. Qaqa, zəif olayam da, boynumu alayam. Prosta mən daimi maşın sürməm axı. Həm də indi səndən razıyam ki, hər maşının muftası da eyni deyil. O da düzdür. Gözəl söz. Amma ustuzlanmaq lazımdır. Usta belə bilə-bilə danışır. Amma bu gün hamımız yanmış ustalarıq. Niyə söydün? Nə bileyim abi. Söylə, bizim eşqimiz bu qədər imiş. Mən indi buradan qabağa gedə bilərəm, bilmirəm. Gəb qabaqda dönə bilərsən aslında. Görək. Ömər bizi sağ samolyot Hayda, hərləyə biləcək. Səncə o qabağa çək. O qalıb da bura da ona. Yoxdan yaxşı deyə bu dəqiqə yoxumuzdur. Onu düzəlsən. Millət daha maraqlı hissələrə keçid alaq. $63 neçə? 4. Dediklərinə görə bu gün bunun drifti olacaq. Bas gəlsin, bas. Bəsdir, incitməyək. İncitməyək deyəndə ki, yəni maşın haqqıdır bunu eləmək, amma yenə də biz sevirik maşınları. Çəkdiyim. Time attack bitdi. Time attackdan çox yaxşı kadrlar götürə bilmədiyimə görə hamısını çəkmədim. Həm vaxt uzun gedirdi, həm isti də bir tərəfdən biraz yordu. İndi driftlərin başlanğıcı olacaq. Drift pilotları başlayırlar trekə girməyə. Göstərim, Rəhmandır. Bizim mövzumuz bugün budur. Drive show tüstüsüz olmur. Bayaqdan sakitlik idi. Drifkarlar meydana girən kimi hamı təkrar o sakitçiliyi qaldırdı, qoydu, qırağa başladı çəkilişə. Hamı ucu meydana can atır.
hal-hazırda təkərləri qızdırırlar. Başlamaq üçün əsl vaxtdır məncə. Öz yerimi alıram. Yenə toz üstü, toz, duman. Görək nə olur.
Bəli, çox aqressiv sürür. Dəyişən. İkili də başqa cürdülər ha. Bunlar da aqressiv sürürlər. Keçmiş 10 CC 505. Nəşədir? Nəşəsən? Nəşəsən? Sənə layıqdır. Ayağını bu götür. Allah haqqını
Biraz arkaya gel ki rahat çəkəklər. Çox qabağa gəlməyə heç nə görsən. Kimin xətrinə dəydi, kimin dəymədi, hamısı üzrünə səbəbsən, emosiyalar. Bir taksi, gələn yer hamısı. Yok. Çok sağ ol. Əziyyət çəkirsə, Aman da çox sağ ol deyirik. Dediyim kimi, kimin xətrinə deyilmişsə bu könüllülərdən, marşallardan asla üzr istəyirik. Orada indi sürüş vaxtı, motor, adrenalin, mürid əlkölliyi, hər şeyler. Çok sağ olun. İnşallah genel İbrahim Şoğlu daha büyük günler, daha büyük günler. İnşallah. Teşekkür ederim. Medyalarınız sağ olsun. Bəli, bəli. Sağ olun. Ben payım da almadım. Nurlan 1-3-5 ders geç. Yakınlaşın, medya yakınlaşın. Her dakika olur abi. Çekirin. Hamıya xoşbəxt gəldiniz deyirəm. Hamıya xoşbəxt olsun. Xoş gəldiniz. Oğlan evi, qız evi, hamı. Gəlib dəstək olursunuz bizə. Bütün ailələr. Allah mübarək etsin toyu. Kimse söylesin. Ben abi. İnşallah, ben şahsen çok seviyorum. Sen gah bizi əsəbləşdirirsən, gah biz səni əsəbləşdiririk. Həmçə əziyyət çəkirsən. İkinci postlardan hamı ödənki Mustafa ilə. Sağ olun. Sağ olun. Kimsə. Kaymaklık diyelim. Ben sabır olun. Sabır olun. Hediyeler olun. Biraz 500 al. Personel sözleri var. Veririz her şeyde vereceğim. Teşekkürler, çok sağ olun. Tiyoklarınızı açıklamış ya. Hamı yok ya. Zəhmət olmasa arkaya girək hamımız rahat çəkərik. Buna baxın çəkək bir dənə. Yanında durun, bir dənə çəkək. Bir saniye. Durun. Bir yerdə gel. Buyurun. Hani hara gitti Galip Bey? Az şimdi. Başka ne var ya? Sen istikamət göster. Sağ ol. Təbrikləri. Keçin zəhmət olmasa. Devam edin, devam edin. Çəkil. Bir saniye. Ləzzətin çox gözəl. Bizim kulağımız Beka Ferrari. Ben de Ferrari alalım. Bir de keçin ortadan zahmet olmasa. Keçin ortadan zahmet olmasa. Bura bakın zahmet olmasa. Bura bakın suda.
Testayla bir çıxsayda yollaşır, bir eləməyəcək. Gələn bir dənə Ferrari. İnşallah. Baxın zəhmət olmasa. Я больше говорю. Çəkiri. Təbrik edirəm. Buyurun. Tamam edin. Yaşa. Okeydir, tamamdır. Anar gəl də. Anar. 50 saniye, 1 saniye. 90, 55, 436. Ferit Bey. Burada. 436. Olar bir dənə. Keçərsiniz bir dənə çəkin. Buyurun, buyurun. Baxın bura. Yandıq, üşüdük, tüstüdən bulaşdıq, kirləndik. Yaxşı gün keçirdik. Mən bəyəndim. Hələ də millət var burada. Tədbirdən doymayanlar var. Drive Show Bakı tədbirinin sonuna çatdıq. Ümid edirəm izlədiyiniz videoları bəyənəcəksiniz, kanala abunə olacaqsınız. Son olaraq göstərim. Üzgün mahnı ilə belə çox bomba gün keçdi. Əla atmosfer oldu. Gəlməyənlər çox şey qaçırtdı. Videonun sonuna qədər izlədiyinizə görə sizə təşəkkür edirəm. Kanala abunə olmağı, videolarımı bəyənməyi, əziyyətə qarşılıq verməyi unutmayın. Rəylərdə öz fikrinizi bildirə bilərsiniz. Sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Bu mənim çöldə olan amatör vloqlarımdan biridir. Ümid edirəm gələcəkdə hansısa bir qüsurlarım, səhvlərim varsa hamısını düzəldərək yenidən sizin qarşınıza çıxacağam. Daha güclü, daha yaxşı vəziyyətdə daima irəli. Özünüzdən müğayət olun, sağ olun.